Əsbəq ibn Nübatə Əlinin dostlarındandır. Deyir, dayandım həyətdə, içərdən ağlamaq səsləri gəlir. Bir neçə səhabə ilə durmuşuq. Onlar orada ağlayır, biz burada. Birdən İmam Həsən çıxdı ki, Əmir əl-Möminin deyir, gedin, qalmayın burada. Bir dəst adam getdi, mən qaldım. Dayandım, yenə oturdum, ağlayıram. Evdən yenə ağlamaq səsi gəlir, mən də ağlayıram. İmam Həsən çıxdı, dedi, Əsbəq demədim, gedin. Deyir, dedim, ya Əbəl Həsən, ya Həsən ibn Əli, ayağım getmir. Mövlamı görməmiş getmək istəmirəm. Nə olar icazə istə, axır nəfəsində bir görüm onu. Deyir, diyan Əsbəq gəlirəm. Gedir Əliyə deyir, Əli deyir, Əsbəq bizə məhrəm adamdır, qoy gəlsin. Deyir, məni apardı, ilahi otağa daxil olanda gördüm sarı dəsmalla başını bağlayıblar. Üzünün rəngi ilə dəsmalın rəngi seçilmir. Heç vaxt ağanı bu vəziyyətdə görməmişdim. Dizim büküldü, düşdüm yerə. Gəldim ayaqlarından öpüb ağladım. Deyir, mənə baxdı, dedi, Əsbəq, ağlama, and olsun Allaha cənnətə gedirəm. Gör Əlinin təvazökarlığına bax. And olsun Allaha cənnətə gedirəm. Deyir, dedim, ya Əmir əl-Möminin, bilirəm cənnətə gedirsiniz. Sizə yox, öz halımıza, sizi itirdiyimizə ağlayıram. Sənsiz necə yaşayaq bu dünyada? Deyir, bu məqamda gördüm, qapı döyüldü. Qapı döyüləndə İmam Həsən çıxdı, mən də çıxdım qapıya. Qapıya çıxanda gördüm, Küfənin yetim uşaqları dayanıb, əllərində qab içində süd gətiriblər. Deyirlər, bizim bir atamız var idi biz yetimlərin. Hər gecə bizə azuqə gətirirdi. Eşitmişik, atamız yaralıdır, indi biz də ona süd gətirmişik. Eşitmişik ki, zəhərə təsir göstərə bilir.